Gedib anama deyəcəyəm, Charlestonumu yeyəcəyəm, bir cüt kabab yeyəcəyəm. Ay, duy. Deli olmuşsan. Ya. Sen de demişim buraya gelmiyor olmaz. He? Abra bax, Firuzə. Sən mənim arvadımsan ya, yox? Şalvar vardı cırmısı. Yine hasara dırmışmıştı ha? Neyini? Quduz dəymiş it oğlu itin əlindən az qalmışam ki, göyə çıxım. O, halalca arvadımın yanına keçə bilmirəm. Azdı seni. İstersen seni göre ben işten çıkartsınlar. O, mənə görə nəşin? Ona göre ki, Ha. 1000 kere sana demişim ki, bura kızlar pansiyonudur. Bura kişilerin gelmesi qəti qadağandır. Eşitsələr ki, ben Qoçu Gülbalanın özünü içeri bırakmışam, derime zaman bir günde saklamazlar beni burada. Ay qız, nə qoçu nədir? Mən qoçuluğun daşını çoxdan atmışam. İndi mən şəhərimizin ən mötəbər cənabı Salman bəyin həm mühafizəçisiyəm, həm də faytonçusu. Bildin? Salman bəy demişkən, biz indi hamımız azad adamlar gedib anama deyəcəyəm, Charlestonumu geyəcəyəm, bir cüt kabab. Dedemin goruna and olsun, sana bir azadlık gösteririm ki. Adın çıkar ya. Sen beni yaxşı tanıyorsun. Ay yaxşı tanıyorsun sen beni. Sen beni yaxşı tanıyorsun. Abla bax, Firuzə, sən mumla. Məni rüsva eləmə. Ha. Ne konuşursun sen? Aylardan üzüyü görmürəm. Görəndə də belə. Vallah bu Salman bəy axmaqdır. Ana, neynir bu Abrazavanın arvadı? Salıb eyninə ki, Abrazavan nə olsun, nə bilim, Yevropeysk olsun. Baxsın mənim gülümə də, heç arvadının üzünü doyunca gör, hə? Yavaşla. Nə şuş? Gecə iş, gündüz iş, pişirdiği xörəklərin dadı da yadımdan çıxıb. Aslan şşş. Çıkar şalvarı. Ağız, mən bura başqa şey üçün gəlmişəm. Bu... Sana diyelim çıkart şalvarı ver yapayım. Hı? Ha. Hadi. Kapı bağlıdır. Yəqin ki, döyməli olacaq. Yok lazım değil. İlk duyuq düşər Firuzə xanım işdə. Hə? Bu xəncəri xalanı deyirsiniz. Sizin tərbiyəçinizdir. Hə, çox yaxşı qadındır. Biz onu o qədər istəyirik ki. Sağ ol. Gecəniz xeyir olsun. Reyna. Mən sabah bu vaxt burada ağacın altında sizi gözləyəcəm. Gələ bilməsiniz də bilin ki, mən burada olacağım. Çalışın.
Tutulsan. Adım bilmirəm. Ha, amma onu bilirəm ki, Uşdil İsmailin qızıdır. Bizim Rəna. Ha, Rəna. Hə, Uşdillə Xozeyin öz aralarında danışıblar. Bəyi bu yaxınlarda deputat seçəcəklər. O öz Abrazovonun arvadın Fitilbörkə aparmaq istəyir. Qandu. Hə? Bəy özü görmək istəyir qızı. Hə, sən görüşü təşkil elə. Bəy bizə də hörmət edəcək də. Bəyin tanış Avropesk arvadları çoxdur. Amma onlar özün bilirsən də belə bir tərdirlər. Amma bəy istəyir ki, təmiz Azərbaycanlı qız olsun. Özdə kasıb olsun ki, çox hatdan düşməsin. Fağır olsun, ərinin bir sözünü işə eləməsin. Ha, kasıb qızı qudurğan olmaz, sədaqətli olar. Yaxşı. Bəs sənin o bəyin neçə yaşı var? Hələ mən yaşda. Sən yaşda. Yox, biraz yaşlı olar. Yəni belə qocadır. Kimdir qoca? Ay yox. Pulu olan adama qoca deməzlər. Məsəl var, deyərlər, pul elə şeydir ki, qocanı cavan elər. Pulsuzluq da cavanı qoca elər. O ki qaldı mənə, mən deyərəm min cavana. Bəzi məsələlərdə heç bəy özü də mənə çatanmaz. Hansı məsələdə kişi? Şu fayton sürməkdə deyirəm də. Çəkil. Şor göz. Bu kızlar sen gördüğün kızlardan değil. Al. Giyin çık git. Hələ tez. Səhərə yoxun gedərəm. Sana deyirəm. Hə. Giyin tezrət ol burada. Ay, yaxşı, başa düşdüm. Sen bütün gün harda olduğunu Başa bilmirəm. düşdüm də, bildim. Başa düşdüm. Evde de gecələmirsən. Ay arvad, mən Bütün günü kafe şantan kızlarını gezdirmekle meşgulsan. arvad, Həzrət Abbas haqqı mənim heç bir günahım yoxdur. Ha, qızları Salman bəyin xahişini aparıb gətirirəm də. Neyiniyim, tapşırır, mən də aparıram da. Neyiniyim, bəy deyir sür dəriyə, mən də sürürəm. İtir cəhənnəmə. Ay, yaxşı. Ağrım senin o beyine de. Deyən görməyim. Özüne de. Deyən görür. Aha, deyən də. Ağrım senin o beyine de. Özüne de. Bey bulasın. Bu da bu. Bu da Abrazovon'un arvad. Bak